Salam aleykum. Deməli 2A üstəgəl B əmələ gəlir 2C. Burada mən deməli A-nı yazıram, B-ni yazıram, C-ni yazıram. Başlanğıc, sərf və tarazlıq. Görürsünüz ki, həm A, həm də B mol miqdarı 5-dən başlayır. Amma C sağda olduğuna görə bunun başlanğıcı və sərfi yoxdur. Və burada B də 5 moldur, A da 5 moldur. Bunlar bir yerdə 10 moldur və bu zaman mol miqdarı 20% azalır. 10 vurulsun 20 bölünsün 100, yəni 2 mol azalma baş verir. Reaksiyamıza baxırıq. Solda əmsal cəmi 3, sağda əmsal 2. Yəni baxın, 1 azalma olub. Deməli, bir azalma zamanı A 2 mol sərf olunur. Bəs 2 mol azalma zamanı A nə qədər sərf olunacaq? A 4 sərf olacaq. Bir daha təkrar edirəm. Reaksiyaya görə bir azalmada A-nın qabağına baxın, əmsalına 2 sərf olunur. Amma şərtə görə 2 azalma zamanı nə qədər? 4 və bu zaman qaldı 1. Eyni zamanda yenə reaksiyaya görə bir azalma zamanı nə qədər? B. Bir azalma zamanı 1B sərf olunur. Reaksiyaya görə bir azalma zamanı 1B sərf olur. Şərtə görə 2 azalma zamanı nə qədər B sərf olur? 2. Bu da qaldı 3. Daha sonra bir azalma zamanı reaksiyaya görə 2C alınır. Bəs 2 azalma zamanı nə qədər C alınır? 4 mol. Biz bunları müəyyən elədik. Və A 4 sərf olubdur. 5-dən gəlib 1-ə. Ona görə burada N 1 olacaqdır. B 5-dən 2 azalıb gəlib 3-ə. Ona görə M də 3 olacaqdır. Deməli, M-in qiyməti oldu 3, N-in qiyməti oldu 1. A və B-yə görə sürət. Bunlar A ilə B solda durduğuna görə bunlar V bərabərdir. New sərf bölünsün V delta T. Deməli, A nə qədər sərf olub? 4 sərf olub. Qabın həcmi şərtdə verilib 2-dir. Zaman da qrafikdə verilibdir 20-dir. Və 4-ü 40-a böləndə bu zaman 4 bölünsün 40. 0,1 eləyəcəkdir. Deməli, A-ya görə sürət 0,1 mol bölü litr saniyədir. B-yə görə sürət yenə new sərf V delta T və new sərf B nə qədər sərf olub? 2 sərf olub. Qabın həcmi 2-dir, zaman da 20-dir. Buradan da biz 2-ni 40-a böləndə bu da 0,5 edəcəkdir. Bunu da biz müəyyənlədik və burada deyir ki, C maddəsinin qatlığı bu C-nin moludur. Qatlıq maddə miqdarının həcmə nisbətidir. 4 bölünsün həcmdə 2-dir. Bu C-nin də qiyməti burada 2-yə bərabərdir. Tarazlıq sabiti K düzünə bölünsün. K əksinə yenə düzünə reaksiyanın sürət sabiti bölünsün. Əksinə reaksiyanın sürət sabitidir. Ancaq burada deməli tarazlıq sabitində ancaq qatlıqları biz düstura tətbiq edirik. Burada deməli A-nın maddə miqdarı tarazlıq anında 1-dir, 2-yə böləndə 0,5 eləyir. B-nin maddə miqdarı 3-dür, 2-yə böləndə 1,5 eləyir. C-nin də maddə miqdarı 4-dür, 2-yə böləndə 2 eləyir və tarazlıq sabiti bu nə deməkdir? Yəni sağda duran maddələrin qatlığı, yəni sağda bizdə C durubdur, əmsalını üst kimi yazırıq. Aşağıda A əmsalını üst kimi yazırıq. Vurulsun deməli B. O da buradan bərabərdir. C-nin kvadratı, yəni 2-nin kvadratı 4 eləyir. A-nın kvadratı 0,5-in kvadratı 0,125 eləyir. B də deməli 1,5-dir və 0,25-i 1,5-ə vuranda bu 4 bölünsün 0,375 eləyir. Bu düzünə sürət sabitinin əksinə sürət sabitinin nisbətidir. Ancaq bizə deyir ki, deməli əksinə gedənin düzünə gedənin. Ona görə tərsinə yazacağıq 0,375 bölünsün 4 olacaq.